Salam əziz izləyicilərim. Bugün mən hinduşka ətindən supun hazırlamasını sizlərlə bölüşəcəm. Bir çoxlarınız bilirsiniz, amma bilməyənlər üçün fikir olsun istedim. Siz də bu formada hazırlayıb nuş eləyə bilərsiniz. Bu arada hələ də kanalıma abunə olmamışsınızsa, bəyən düyməsinə basıb kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir. İndi isə keçək hazırlamasına. Mən hinduşkanın ayaq hissəsindən, but hissəsindən istifadə elədim. Yuyub yaxşı doğradıqdan sonra bir də qəşəngcə yuyuram və qaynamağa qoyuram. Etimiz qaynayana kimi indi isə digər ərzaqları doğrayıram. 2 ədəd soğanı xırda-xırda doğrayıram. Soğan doğradıqdan sonra 2 ədəd kök, 3 ədəd də kartofu doğrayıram qıp-qıp formada. Çox xırda olmayacaq şəkildə doğrayıram. Bütün ərzaqları bu formada doğradıqdan sonra qazana bir qaşıq, xörək qaşığı yağı əlavə eləyib, xırda doğradığım soğanı əlavə eləyib qızardıram. Qızarandan sonra bir çay qaşığı ocunda sarı kök, bir xörək qaşığı tomat pastası, doğradığım kartofu, kökü, 2 xörək qaşığı qədər yumru düyünü əlavə eləyirəm. Duz, istivut əlavə eləyib, qaynatdığım suyundan biraz əlavə eləyib, qaynayana kimi gözləyirəm. Qaynayandan sonra, biraz pişəndən sonra ətini əlavə eləyib, qalan suyunu da əlavə eləyirəm. Üstünə 2-3 ədəd dəfnə yarpağı, 2 diş sarımsağı əlavə eləyib qaynadıram. Bir yarım saat qədər qaynadıqdan sonra nuş eləyə bilərsiniz.